Salam dəyərli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Bu günləri mənə şikayətdə bulunan Ceyhun Məmmədov haqqında danışacağım. Bəli, Naxçıvanlı Ceyhun Məmmədov. Naxçıvandakı təqiblərdən qaçıb Türkiyədə gizlənən Ceyhun Məmmədov deyir ki, hakimiyyət orqanları ondan qisas almaq üçün ailə üzvlərini hədəf seçib. Şahidçinin sözlərinə görə sonuncu dəfə iyulun 20-sində Naxçıvan şəhər prokurorluğunun əməkdaşları onu evindən qanunsuz axtarış aparıb. Həyat yoldaşını hədələyib, təhqir ediblər. Prokurorluq əməkdaşlarının əllərində isə axtarış bağlı sanksiya olmuyor. Yəni, qanunsuz qəhbənin balaları qanunsuz gəlib girib cəmaatın evinə. Ceyhun Məmmədov bildirir ki, təqib olunmasına səbəb vaxtı ilə əlində alınmış əmlakın geri tələb etməsi olub. Şahidçinin sözlərinə görə, yerli hakimiyyət orqanları əmlakının geri qaytarılması ilə bağlı məhkəmə qərarının məhəl qoymayıblar. Məhkəmə qərarına məhəl qoymayıblar. Yəni, bu tək Ceyhun Məmmədovda olmur. Azərbaycanda belə qəhbənin balaları, hakimlər çoxdur həqiqətən də. Deməli, beləcinə, məhəl qoymayıb. Haqqını tələb etdikdə isə Naxçıvan şəhər prokurorluğunu susturmaq üçün saxta şahidlər vasitəsilə ona qarşı qondarma cinayət işi açıb. Naxçıvan şəhər sakini olan Ceyhun Məmmədov deyir ki, güya kimlərəsə olan 2000 manat borcunu qaytarmaqda ittiham olunur. Baxın, dəyərli vətəndaşlar, mənim buradan sözüm İlham Əliyev olacaq. İlham Əliyev, sənin liçin var yoxu sikim. Sənin liçin hər bir şeyi sikim İlham Əliyev. Bax, İlham Əliyev, bu günləri bu insan adını sadaladıqları insanlar ki var ha videoda. Əgər sən onlar haqqında tədbir görməsən, liçin sənin var yoxunda oturub işləyənlər sikim İlham Əliyev. Liçin sən qəhbənin balasısan, Vasif Talıbov. Sənin sortunda nə qədər özünə mənəm deyən insan var ha, sikim onların var yoxunun. Çünki siz qəhbənin balalarısınız, başa düşdünüz? Azərbaycanı pox gündə qoymuşsunuz, sikim sizin var yoxunuzda oturub işləyənlərinizi. Vasif Talıbov, sən qəhbənin balasısan, səni İlham Əliyev, səni Vasif Talıbovun, bax, bu qohum məqrəbəsinə görə söyləyirəm. Kim ki bu Ceyhun Məmmədova qarşı haqsızlıqlar eləyib, bu cəmaat öz necə başını götürüb Azərbaycandan qaçıb gedib ha. Sikim sizin liçin var yoxunuzda oturub işləyənlərinizi, qəhbənin balaları. İmkan verin, da sizin doğanınızın ağzını sikim, sizin nəslünüzdə oturub işləyənlərinizi sikim. Ay mehriban, ay silikonlu mehriban. Deməli, Naxçıvan şəhərində yaşayıram, Məmmədov Ceyhun. Mənim ailəmin başına oyun gətirənlər. Neçə il bundan qabaq Vasif Talıbovun bacısı oğlu İmoş deyirlər, əsl adı nəm İmrandı, nədir bilmirəm. İmoş, mənim uşağım xəstə idi. Uşağın xəstəliyi üçün dərman lazım idi. Bizdən 2500 manat aldı ki, uşağın dərmanını gətirmək üçün. Sonra pulu istədim. Getdi, məni yönəltdi Naxçıvan şəhər prokuroru Elsəvər Quliyevə. O zamanlar Elsəvər Quliyevin mavini Vüsal Talıbov idi. Vasif Talıbovun qardaşı oğlu. Və Seymur Talıbov İmoşun da dayısı oğludur. Çağırdı yana, Vüsal Talıbovla Elsəvər mənim çağırdı yana, dedi ki, pul istəsən, səni belə-belə eləyərik. Nəysə, bu söhbət belə qaldı. Bu axırıncı dəfə bu Vasif Talıbov taxtazdan düşürəndən sonra getdim yenə, şikayət elədim Elsəvərə. Elsəvər Quliyev, nəysə, baxmadı da, ondan sonra mənim evimə İbrahim Hüseynov, şəhər prokurorluğunun müstəndiki. Kimdir bu? İbrahim Hüseynov əslən Şahbuz rayon Kürüs kəndindəndir. Bu kimə arxeyindi deyim sizə, balıqçılıq nazim var. Belə bir ad deyirlər. Bilmirəm kimdir. Onun baldızının oğludur. İbrahim Hüseynovu və dəftərxana işçisi var, Münirə xanım. Münirə xanım dəftərxana işçisidir. Yaxşı da başa düşdüm, gəliblər nəsə axtarıblarsa. Dəftərxana işçisi nə vaxtdan əməliyyatçı olur ki, gəlir mənim evimdə narahatçılıq yaradır da, evdə at paltarına, nə vaxt əlini atır ora-bura. Düzdür, bu dediklərim indi onlar müəyyən şeylər deyəcəklər, düz deyir. Müəyyən şeylər deyəndə yəni hamısını deyəcəklər, düz deyir.
Ona görə ki, Elsəvar Quliyev mənim qapıma İbrahim Hüseynoğlu, bir də nədir Minoşu göndərib mənim evimdə axtarış apardılar. Mən evdə olmuyor. İbrahim müəllim mənim tərbiyəsizliyə baxında qapıdan çıxanda yoldaşıma qayıdıb ki, siz orada məliyyətsiniz. Mələdəcəyəm sizi. Mənim başım çıxmır. Bu prokurorluq orqanları niyə nədir ki, adam aparıb orada mələdələr. Nəysə, bundan sonra sürücüsü var. Nədir Elsəvar Quliyev. Yoldaşımın qabağını kəsib deyib ki, eləməyin ki, Elsəvar. Dodaqlarımı işim, ay mehriban. Ay bu qəhvə balları niyə yığışdırmırsın bu Vasifi sortun ağzına itəliyim? İşin Vasifin ağzına. Vasif sortumuz kim, ay Vasif? Vasif sortunda elə bir kişi varmı ki, sənin haqqını çıxıb üzvə qarşı tüpürməsin ki, sənin var yoxu kim, ay Vasif? Sənin bu günləri, Naxçıvanları beləcə pox gündə, bərbad gündə qoymusan, İraq yaxşılarından, pox gündə qoymusan Naxçıvanı, sıçmısan, batırmısan belə, pox günündədir bu dəqiqəsi. Millət hamısı qaçıb gedir. Ay sənin var yoxunda oturub işləyən nərvisi kim, ay Vasif Talıbov. Bax səni görünə işlədiyim Heydər Əliyev cəhdi qoydu. Heydər sənin də görünə işləyim, ay Heydər. Bunlar barəsində tədbir görülməsə var. İlham Əliyev, sən arvadın Mehribanı gözün qabağında itələyəcəksən. Bax bu sözü mən sənə deyirəm. Haqqlarını, insanların haqqlarını, hüquqlarını tapdalamayı qəhbən balası. Cəmaatın haqqı, hüququnu tapdalama. Daxili İşlər Naziri, hara götürsün siktirirsən, Vilayət Eyvazov, Əli Nağıyev, Qəhbə Əli Nağıyev, hara götürsün siktirirsiniz siz? Cəmaata niyə baxmırsınız, hə? Cəmaatın niyə haqqlarını, hüquqlarını tələb eləmirsiniz? Hə? Niyə cəmaatın haqqlarını, hüquqlarını tapdalayırsınız? Qeyrətinizi itəliyim sizin. Cəmaatın haqqlarını tapdalamayın, ha kişi. Qeyrətiniz, namusunuz olsun sizin. Eşidir? Hüseynov, şəhər prokurorluğunun müstəndiki və dəftərxana işçisi var, Münirə xanım. Göndərib mənim evimdə axtarış apardılar. Mən evdə olmuyor. İbrahim müəllim mənim tərbiyəsizliyə baxında qapıdan çıxanda yoldaşıma qayıdıb ki, siz orada məliyyətsiniz. Mələdəcəyəm sizi. Mənim başım çıxmır. Bu prokurorluq orqanları niyə nədir ki, adam aparıb orada mələdələr. Mənim əvvəllər dükanım olub, Köhnə bazarda ayaqqabı dükanım olubdur. Bunu o Vasif Talıbovun vaxtında Məhrəm Talıbov söhtürdü, bazar tikdirdi özünə. Getdim məhkəməyə verdim, məhkəmədə də utdum. Yəni belə utdum ki, mənə torpaq veriləcək də əvəzində həmən dükana. Bu axırıncı dəfə bu Vasif Talıbov taxtazdan düşüdəndən sonra getdim yenə şikayət elədim Elsəvara. Mənim niyə ailəmi incitsinlər, zorla evə girsinlər. Həftə 8 mən 9 yoldaşımı çağırır prokurorluğa, xox gəlir, nə bilim, belə elətdirəcəyəm. Bir də bunu eşidəndən sonra Elsəvar Quliyev mənim ailəmə, uşağıma orada ziyan verəcək. Mən onun əlindən qaçıb, yəni gizlənmişəm də, konkret gizlənmişəm ki, bizə ziyan verməsin. Xahiş edirəm, ailəmin təhlükəsizliyini qoruyasınız. Kamran müəllim, cənab prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru, cənab Sənan Paşayev, cənab prezidentimizdən, Naxçıvan prezidentin xüsusi nümayəndəsi, cənab Fuad Nəcəfli müəllimdən xahiş edirəm. Elsəvar müəllim, İbrahim müəllim, Münirə xanım, Əhbər müəllim, Əhbərin sürücüsü bunların qabağı alınsın, tədbir görür.